Bəli, axşamınız xeyir olsun. İlin ən yaxşı memarları bugün bir araya toplaşıblar. Paytaxt Bakıda mühüm bir tədbir keçirilir. Təməl ilin memarlıq mükafatının təqdim edilmə mərasimi və biz də hazırda həmin mərasimdəyik. Xüsusilə önəmli bir layihədir və ötən il üçün ən yaxşı memarlıq layihələri bugün mükafatlandırılacaq. 6 nominasiya üzrə həmin mükafatlar təqdim ediləcək və xüsusilə xatırlatmaq istəyirəm ki, bu mərasim 2023-cü ildən keçirilir. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində təsis edilən və ilk dəfə keçirilən ilin ən yaxşı memarının mükafatlandırılması mərasimi təməl mükafatlandırılma mərasimi adı altında keçirilir və adiyyəti olaraq bu ildə həmin mükafatlandırma mərasimi təşkil edilib və qeyd etdiyim kimi 6 nominasiya üzrə mükafatlar təqdim ediləcək. Bunlar hansı nominasiyalardır? Vaxt itirmədən mən bu barədə məlumat almaq üçün sözü verirəm. Həmin münsiflər heyətinin sədri, həmçinin Şəhərsalma Komitəsinin sədr müavini İlqar İsbatov hazırda yanımdadır. İlqar müəllim, hər vaxtınız xeyir olsun. Təbrik edirəm sizi. Möhtəşəm bir layihə keçirilir bugün. İlqar müəllim, 6 nominasiya dedik. 6 nominasiya üzrə mükafatlandırılacaq ən yaxşı memarlar, ən yaxşı layihələr. Bu mükafatlar hansı kateqoriyalar üzrə müəyyənləşib və qaliblərin müəyyən edilməsi prosesi haqqında istərdim məlumat verəsiniz. Deməli, qeyd elədiyiniz kimi 6 nominasiya üzrədir. Bunlar yaşayış binalarının və komplekslərinin memarlığıdır. İctimai binaların memarlığı üzrə keçirilir. Daha sonra nəqliyyat sənaye rabitə binalarının və qurğularının memarlığı üzrə, binaların bərpası və yenidən qurma layihələri üzrə, landşaft memarlığı və ictimai məkanlar üzrə və nəhayət mədəniyyət və dini obyektlərin memarlığı üzrə mükafatlandırmalar keçirilir. Hər nominasiya üzrə bir qalib və bir neçə diplomla mükafatlandırma nəzərdə tutulmuşdur. Bu tədbirin məqsədi haqqında mən qeyd eləmək istəyirəm. Tədbirin məqsədi ilk növbədə ilin memarlıq layihəsini müəyyənləşdirməkdir və eyni zamanda ölkəmizdə memarlıq üzrə peşə fəaliyyətini təşviq etmək, bu sahədə rəqabətliyin və daha keyfiyyətli layihələrin hazırlanmasını təşviq etmək, memarlıq peşəsinin nüfuzunu cəmiyyətdə yüksəltmək və nəhayət layihələrdə funksionallığı və dayanıqlıq təmin edən davamlı proseslərin həyata keçməsini təmin etməkdir. Çox təşəkkür edirəm İlqar müəllim. Ətraflı məlumat verdiyiniz üçün bəli qeyd etdiyim kimi tədbir artıq bir qədər sonra başlayır və ilin memarları, daha dəqiq ilin ən yaxşı memarlıq layihələri mükafatlandırılacaq. Əlbəttə ki, memarlıq təkcə estetik gözəllik deyil, bu həm də milli irsimizin, həmçinin gələcək nəsillərin daha yaxşı bir məkanda məskunlaşmasını formalaşdırmaq baxımından önəmlidir. Elə bu məqamda da bugünkü təməl mükafatları və onları təqdim edildiyi layihələrin önəmi böyükdür. Bizim çatdıracaqlarımız hələlik bu qədər. Sözü yenidən xəbər mərkəzinə ötürürəm.